Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Muhammedin ve alihi mahsusin. Bitaharetin ve tenzih. Amma ba'd. Bugün size her birimizin varlığını, kainatın sırrını dərindən düşünməyə çağıran bir mövzuya, varlığın həqiqi məbdai mövzusuna diqqət yetirməyə dəvət edirəm. Müasir dünyada elə fikirlər yaranmışdır ki, onlar varlığı Allahın yaratması əvəzinə hər şeyi ilkin maddə, atomlar kimi əzəli cisimlərin təsadüfi toplusundan ibarət görürlər. Onlar deyirlər ki, gördüyümüz cisimlər, formalar və hətta canlılar sonradan yaranıb. Lakin onların əsası olan maddə əzəlidir, həmişə var olub. Onların nəzərində yoxdan var olma yoxdur, sadəcə ilkin maddənin yenidən formalaşması var. Varlığın başlanğıcı məsələsində materialist baxışın ilkin maddənin əzəli iddiasına qarşı İslam mövqeyi Allahın yoxdan var etməsi icad üzündən qurulmuşdur. Bu mühüm həqiqəti daha dərindən dərk etmək üçün Quran-ı Kərimin ayələrinə daha geniş nəzər salaq. Çünki Quran son sözdən ilahi kitabdır. Allah-u Teala Bəqərə surəsinin 117-ci ayəsində belə buyurur: Bədi'us semavati vel ard və izə qada amran fa innema yaqulu lehu kun feyekun. Göylərin və yerlərin yoxdan yaradanıdır, bədidir. Bir işin hökm etdiyi zaman yalnız ona ol deyər, o da dərhal olar. Ayədəki açar sözü bədidir. Bu kəlmə Ərəb dilində heç bir əvvəlki nümunəyə ilki material olmadan yaradan mənasını verir. Bu o deməkdir ki, birinci nümunəsizlik. Allahın yaratması əvvəlcədən mövcud olan hər bir hansı bir modelə əsaslanmır. İkinci maddəsizlik. Ayə birbaşa materialistlərin konkret ilkin maddədən yarandığı iddiasını rədd edir. Əgər materialistlərin dediyi kimi atomlar ya ilkin cisimlər əzəlidirsə, Allah ona sadəcə onlara forma vermiş olardı. Bu halda o bədi yox, sadəcə təkmil verən olardı. Lakin ayə tamamilə əksini bildirir. Allah mövcud olmayan bir şeydən həmin ilkin maddəni də daxil olmaqla hər şeyi yaradan bədidir. Üçüncüsü qüdrət tamamlığı. Ayənin ikinci hissəsi kun feyekun. Allahın yaratmasındakı mütləq qüdrəti və sürəti göstərir. O yaratmaq üçün zamana, mərhələyə, alətə, köməkçiyə ya hər hansı bir səbəbə möhtac deyildir. O sadəcə bir əmrlə yoxluqdan varlıq getirir. Bu ayə materialistlərin ilkin maddədən əzəliyi, təməlini, fikrini təməlindən sarsırdan, Allahın müstəqil və mütləq yaradan olduğunu təsdiqləyən ən böyük dəlillərdəndir. Allah-u Teala digər ayədə sual formalı dəlillə insanları düşünməyə çağırır. Əm xulqu min gayri şeyin, əm humul xaliqun. Yoxsa onlar heç bir şey olmadan özünü yaranmışdırmı? Yoxsa onlar özləri xəlq edəndirmi? Bu ayə kainatın yaradılışı haqqında üçüncü bir ehtimalın olmadığını göstərən məntiqi bir sualdır və materialistlərin düşüncəsinə qarşı qəti bir hüccətdir. Birinci ehtimalın rəddi əm xulqu min gayri şeyin. Yoxsa onlar heç bir şeyi olmadan yaratmışdırmı? Materialistlər əslində bu fikri müdafiə edirlər. Onlar varlığın bir səbəblə ehtiyacı olmadığını, yoxluğun özü-özünə varlığa çevrildiyini iddia edirlər. Lakin hər bir ağıl sahibi bilir ki, hər bir hadisənin bir səbəbi olmalıdır. Səbəbiyyət qanunu. Yoxluq öz-özünə varlıq yarada bilməz. İkinci ehtimalın rəddi əm humul xaliqun. Yoxsa onlar özləri xəlq edənlərdirmi?
İnsanlar ya maddələr özlərini yarada bilməzlər. Özünü yaratmaq üçün bir şeyin eyni zamanda həm var, həm də yox olması, yəni yaratmaq üçün var olması, lakin yaratmaq üçün yox olması lazımdır. Bu isə məntiqsiz bir ziddiyyətdir. Bu iki ehtimalı rədd etdikdən sonra ortaya yalnız bir nəticə çıxır. Varlığı yaradan nə yoxluq, nə də yaradanın özü yalnız mütləq və qüdrətli bir yaradandır ki, o Allahdır. Bu ayə bütün varlığın, o cümlədən materialistlərin ilkin hesab etdiyi maddəni Allahın iradəsinin nəticəsi olduğunu qəti şəkildə təsdiqləyir. İmam Əli əleyhissalam Nəhcül Bəlağanın 1-ci xutbəsində belə buyurur: "Əbda'al xalqa bi qudretihi və ibtəda'ahum ələ məşiyyətihi la min maddetil kan və la mithalin ihtəzəhu." Allah xilqəti öz qüdrəti ilə yaratdı. Onları öz istəyinə uyğun olaraq başdan yaratdı. Nə əvvəlcədən mövcud olmuş bir maddədən, nə də əvvəldən var olan bir nümunəyə uyaraq yaratdı. Bu kəlam materialistlərə tutarlı bir cavabdır. Burada birincisi la min maddetil kanət. Əvvəlcədən mövcud olan bir maddədən yaratmadı. Bu materializmin əsas prinsipini, yəni ilkin maddəni, əzəli fikrini tamamilə rədd edir. Həzrət burada bildirir ki, maddənin özü də yaradılmışdır. İkinci məsələ vəla misalin ihtizahu. Əvvəldən var olan bir nümunəyə uyaraq yaratmadı. Bu da Allahın yaratmasının bənzərsizliyini heç kimdən və heç nədən öyrənmədiyini vurğulayır. Belə nəticəyə gəlir ki, istər Quranın bədi ya xaliqun kəlmələrindən istərsə də İmam Əli əleyhissalamın la min maddetin kanə kəlamından anladığımız birdir. Varlığın başlanğıcı məbda materialistlərin iddia etdiyi kimi əzəli, cansız bir maddə yox, mütləq varlıq, mütləq elm və qüdrət sahibi olan uca Allahdır. Hər şeydən əvvəl o var idi və o hər şey yoxdan var etdi. Bu həqiqəti təvhidin, yəni tək Allahlığın təməlidir.